Yay fəslinin yaxınlaşması ilə gün eynəklərinə olan tələb də artır. Yenavaz.com xəbər verir ki, günəşli havalarda gözləri zərərli şüalardan qorumaq üçün keyfiyyətli gün eynəkləri seçmək vacibdir. Mütəxəssislər bildirir ki, gün eynəyi alarkən ilk növbədə UV filtrinə diqqət yetirilməlidir. Yalnız UV 400 qoruması olan eynəklər gözləri günəşin zərərli şüalarından tam qoruyur. UV 400 işarəsi eynəyin 400 nanometrə qədər olan ultrabənövşəyi şüaları, yəni həm UVA, həm də UVB şüalarını 99-100% səviyyəsində süzdüyünü göstərir. Bu xüsusiyyət gözlərin katarakta, torluq zədələnməsi və digər günəşlə bağlı göz xəstəliklərindən qorunması üçün olduqca vacibdir. Bu səbəbdən eynəyin sadəcə tünd rəngli olması yox, UV 400 filtri ilə təchiz edilməsi əsas şərtdir. Eynəyin şüşəsinin rəngi və materialı da vacibdir. Həddindən artıq tünd rəngdə eynəklər görmə qabiliyyətinə təsir edə bilər. Buna görə də orta tündlükdə təbii rənglərə yaxın tonlar tövsiyə olunur. Polarizasiya xüsusiyyəti olan eynəklər də göz sağlamlığı üçün əlavə üstünlükdür. Bu xüsusiyyət parlaq səthdən, məsələn, su, qar və ya yol üzərində əks olunan işığın qarşısını alır. Beləliklə gözlər daha az yorulur, görüntü daha aydın və rahat olur. Bundan başqa, eynəyin forma və ölçüsü də həm estetik, həm də qoruyuculuq baxımından əhəmiyyətlidir. Böyük çərçivəli eynəklər gözü və göz ətrafını daha yaxşı örtür. Eynəyin üzdə rahat oturmasına və burun hissəsinin sıxmamasına da fikir verilməlidir. Ən əsası isə gün eynəkləri mütləq optika mağazalarından və etibarlı satıcılardan alınmalıdır. Küçə satıcılarından alınan saxta məhsullar göz sağlamlığı üçün təhlükəli ola bilər. Gözlərinizi qorumaq istəyirsinizsə, seçim edərkən sadəcə görünüşə deyil, keyfiyyətə də diqqət yetirin.